Mühərin işləməyinə baxın. Tam sərbəst şəkildə işləyir. Nə yağla dəyişmişik? Manual 530-la dəyişmişik. 120.000 kilometrdə dəyişmişik. 127-də dəyişməli idik. Düzdür? 7.000 kilometr sintetik yağa zəmanət verilmişdi. Hal-hazırda da nə qədər getsə yaxşıdır? Gəlin baxaq. Hal-hazırda da gedib 127.000 getməyi 132.799 gedibdir. Az qalır ki 13.000 kilometr. Bax, az qalır ki 13.000 kilometr getsin. Yəni manual hər zaman öndə ol, elə belə söz deyil. İndi artıq nə edəcəyik? 530 sadə yağla dəyişmişik, C3 ilə dəyişmişik. Bax, bu enerji premiumla dəyişmişik. İndi nə ilə dəyişəcəyik sizə? İndi keramik yağı ilə dəyişəcəyik. Bax, bu dəfə keramik yağı ilə dəyişəcəyik. Bu dəfəkin daha 12-13 min sürməyəcəm. Düz bunu inan öz maşınımda 15.000 kilometrdən az sürməyəcəm. Getdik. Qaldıraq qaldırıcıya, yağını açaq, buraxaq. Manualla bağlı hər kəs üçün maraqlı idi ki, görəsən bu hardan gəlir, necə gəlir. Bir neçə dəfə də bizə yadındadır ki, yazmışdılar ki, bu harda dolur. Görəsən Sumqayıtda da olur, harda da olur. Orada həmin manualın nümayəndələri də orada. Onlar üçün də maraqlı idi. Dedilər ki, bizdən də sadəcə soruşurlar ki, ay belə hardan gəlir, neyiniyir. Dedim, artıq Avropa malı olmağını bütün Azərbaycan görsün ki, burada həqiqətən də özlərində möhürlərinə qədər bir-bir hamısı yoxlanılır ki, yolda açılmalar, nələr, hər yan bundan hamısına tam ayrı-ayrılıqda əlavə manualın nümayəndəsi görür. Onları möhürləri bir-bir yoxladıqdan sonra hə deyir, artıq orada qırımlar baş verir. Ona görə də bəli, ondan sonra deyirlər ki, toyunuz mübarək. Belə bir suallar var idi. İnanın ki, təxminən həftənin cümə günü də çəkiliş elədiniz. Cümə günü çəkiliş etdiniz, paylaşdınız. Cümə, şənbə, bazar günü, bugün də həftənin bazar ertəsi. Artıq 4 gündür ki, bizi dinləyənlər, ümumiyyətlə bizim dilimizdə manual sözünü eşidənlər üçün bax, bu video Salisa bir daha sübutdur ki, həqiqətən də vagonla gəlir və onun o blomu, onun o xüsusi, belə deyək də, trostan edir, özdə onu, özdə yükə bir şeylər şaqqılsa həm yödürür onu. Gördüm, mən də gördüm və onu bir daha sübut elədiniz siz və elə Muxtaroğlu BMMC ki, bizim məhsullar bəli, xaricdən gəlir.